Maraqlı hovuz məsələsi. Bir hovuz 3 kranla 6 saata dolur. Bu kranlardan biri sıradan çıxarsa, hovuz 9 saata dolur. Sıradan çıxan kran hovuzu tək başına neçə saata doldura bilərdi? Tutaq ki, birinci kran x saata doldursun, ikinci kran y saata, üçüncü kran z saata. Əgər birinci kran x saata doldurarsa, onda 1 saata x-da bir hissəsini doldurar. İkinci kran y saata doldurursa, 1 saata y-də bir hissəsini doldurar. Üçüncü kran z saata doldurur, 1 saata z-də bir hissəsini doldurar. Deməli, 3-ü bir yerdə 1 saata 1 bölü x plus 1 bölü y plus 1 bölü z hissəsini doldurar. Yəni 6-da bir hissəsi. Biri sıradan çıxdı, tutaq ki, üçüncüsü sıradan çıxsın, onda ikisi bir yerdə 1 saata 1 bölü x plus 1 bölü y hissəsi doldurar. 9 saata dolduğuna görə 1 saata 9-da bir hissəsini doldurarlar. İkinci ifadədən birinci ifadəni çıxsaq, qalar mənfi 1 bölü z bərabərdir 9-da 1 çıxılsın 6-da 1. Yəni mənfi 1 bölü z bərabərdir 18-də 2 çıxılsın 3. Yəni z-də 1 bərabərdir 18-də 1. Z də bərabərdir 18. Cavabımız 18-dir.